Müğənni Tacir Şahmalıoğlu həmkarı Şəbnəm Tovuzlunu övladının nişan mərasiminə çağırdığını, amma gəlmədiyini bildirib. Şəbnəm bunun səbəbini açıqlayıb. O bildirib ki, nişana gec dəvət alıb. Həmin gün 2 toy məclisim var idi. 12-nin yarısı sonuncu məclisdən çıxdım. Sumqayıtda olduğu üçün gedə bilmədim. Mənə məclisi 2 gün əvvəl deyib. Artıq digər toy sifarişlərini almışdım. Bakıda olsaydı gedib baş çəkəcəkdim. Oğlunun qarşıda toyu var. Ora mütləq gedəcəyəm. Həmin gün 100 toy dəvəti alsam da qəbul etməyəcəm.